11 kiloqrama yaxın qızılın qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, hava nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat axtarış tədbirləri əsasında xüsusilə külli miqdarda qızıl məmulatlarının qanunsuz yollarla keçirilməsinə cəhd halının qarşısı alınıb. Məlumatın təhlili nəticəsində İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının Terminal 1 gömrük postunun gömrük nəzarəti zonasında əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı çamadanın içərisindən gömrük orqanına bəyan edilməyən xüsusilə külli miqdarda 2.440.344 manat dəyərində, ümumi kütləsi 10 kiloqram, 883,82 qram təşkil edən qızıldan hazırlanmış məmulatlar və 0,60 qram çəkidə 3 karat brilyant qaş aşkar olunub. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, qeyd olunan qızıl məmulatları izi azdırmaq məqsədi ilə Dubaydan İstanbula, oradan isə digər şəxs tərəfindən Bakıya gətirilib. Hazırda qeyd olunan faktda iştirakları olan bütün şəxslərin, eləcə də bu halın baş verməsinə şərait yaradan şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində kompleks əməliyyat istintaq tədbirləri davam etdirilir. Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, bu cür qanunsuz hərəkətlər yol verilməzdir və onların qarşısı ən ciddi şəkildə alınmaqla bu hərəkətləri törədən şəxslər müvafiq məsuliyyətə cəlb ediləcəklər.